Budur, Lənkəran İcra Prokuror şöbəsinə yaxınlaşmışam ki, məhkəmə qətnamalarının gedişatının haqqında maraqlanmaq üçün. Budur, onların mənim başıma gətirdiyi hadisə. Tək bilən budur. Yanvarın 31-də də Ədliyyə Naziri Astara rayonuna gələndə 14-cü adam idim qabulda, mənə imkan vermədilər girməyə. 100-dən yuxarı adam keçəndən sonra məni saldırdılar bir otağa, 3-4 dənə polis gətirdirdilər, məni saldırdılar bir otağa ki, səsvi çağırsın, sən gedər gəlməzə göndərir. Mənə o vaxtı buraxdılar ki, Ədliyyə Naziri gedmişdi. Sonra İcra Prokuror şöbəsinə qayıtdım ki, narazılığımı bildirim ki, bəs belə niyə elədiniz? Mənim üstümə branjiletli polisləri, mülki polisləri, mühafizə polislərini tökdülər. Branjiletlə ermənilərin üstünə belə geyimli polis göndərməmişdilər. Lənkəran İcra Prokuror şöbəsi dubinka ilə, qalxanla, bayavoy geyimdən mənim üstümə polislər saldı silahlı. Tək bir nəfər, bir neçə polisi mənim üstümə saldılar. Hətta eləncə o formada erməninin üstünə polis getməmişdi. Mən ermənidən də betərdim ki, mənim üstümə belə polislər göndərmişdi Lənkəran İcra Prokuror şöbəsi. Neftçada qabula yazılmışdım. Nazirinin qapısının ağzına kimi getdim qabul zamanı. Oradan bir dənə zəng gəldi Kamala ki, Lənkəran İcra Prokuror şöbəsinə azıl qabula girməməlidir. Mənə yenə də qaytardılar qabuldan. Bunlar bu qədər acizdirlər. Məhkəmə qətnamalarının işlədikləri halda, sırf məhkəmə qətnamalarından cavabdeh olduğu halda icra prokuror olaraq başqa heç bir şey işləmir, ancaq məhkəmə qətnamalarını icra edirlər. O qədər acizdirlər ki, məhkəmə qətnamalarını icra eləməkdə. Çünki dövlət qurumu daxı borcdur. Vətəndaş deyil. Vətəndaş olsaydı, 1000 oyunda başına gətirərdilər. Şərəfin, qeyrətin də tapdalayardılar. Vətəndaşın pulunu dətdirərdilər. Bunların işi budur. Bunların işi budur ki, banklardan, dövlət qurumlarından pul alsınlar, məhkəmə qətnamalarını olan xeyrinə icra eləsinlər. Vətəndaş, amma vətəndaşın xeyrinə olanda məhkəmə qətnaması genəldə sayılmır, tapdalanır, qalır bir tərəfdə. Ekologiya Nazirliyi, məmurları, o qədər siz acizsiz, o qədər siz acgözsüz, dövlətin büdcəsini talamayla, milyardlar yığmayla, milyonlar yığmayla vətəndaşın əmlakına da göz düşürsünüz. Hətta vətəndaşa dəyə misyona görə məhkəmə qətnaması olduğu halda icra eləmirsiniz. Siz acizsiz. Sizin gözünüz doymur. O qədər gözünüz doymur ki, bir tərəfdən baxanda heç kim də sizə heç nə demir. Heç bir dövlət qurumu. Mən şəxsən yüzlərlə qabulda olmuşam. Prezident administrasiyası, prezidentin köməkçiləri başda olmaqla bir neçə dəfə, baş prokurorun 5 dəfə qabulunda olmuşam. Dünənlərdə Lənkəranda qabullarında olmuşam. Ombudsman qabulunda olmuşam. Ədliyyə nazirlərinin, keçmişin, indikin, icra baş dəyəsinin, Daxili İşlər Nazirinin girmədiyim qabullar qalmır, baxan yoxdur. Siz düz edirsiniz, nə edirsiniz, elə baxan yoxdursa, niyə də icra edəyəsiniz? Biz dərdimizi bu ölkədə kimə deyək? Kim bunu icra edəcək? Kim məhkəmə qətnaması? Dədəm yazıb, mən yazmışam bunu. Evdə peçatlamışam bunu mən. Evdə çap elətdirmişəm bunu. Ya dövlətin adından çağırdı bu məhkəmə qətnamaları. Niyə icra olunmur? Niyə dövlət qurumu olaraq vətəndaşın əmlakını mənimsəməlisiniz? Niyə dövlət qurumu olaraq vətəndaşın cibindəkinə göz dikməlisiniz ki, məhkəmə qətnamaları da olmadı, bunu da icra eləmirsiniz? Niyə? Nə üçün? Bu qədər acizdir bu dövlət qurumları, bu qədər acizdir icra məmurları, bu qədər acizdir Ədliyyə Nazirliyi. Bütün dövlət məmurları acizdirlər. Acizdirlər çünki vətəndaşın da əmlakına göz dikirlər, vətəndaşın cibinə də göz dikirlər. Mən vətəndaş olaraq bir zülüm çəkirəm, qapılarda qalmışam mən, dövlət qurumu qapılarından döyməkdən yorulmuşam, baxan yoxdur. Milyonlərlə, minlərlə prezident administrasiyası başda olmaqla, Milli Məclisə, Ombudsmanlığa hər yerə müraciət edirəm, baxan yoxdur. Büyüm Lənkəran İcra Prokuror şöbəsi aciziz deyə, icra eləyə bilmirik deyə, qorxuruq Ekologiya Nazirindən, qorxuruq dövlət qurumundan deyə, məhkəmə qətnamalarını icra eləyə bilmirik deyə, Şirvan Kommersiya Məhkəməsində geri qaytarıb. Ayıbdır. Daşıdığınız vəzifədən utanın. Yaşadığınız, maaş aldığınız, mavacıq aldığınız dövlətdən utanın, vətəndaşlardan utanın. Utanın ki, siz ancaq saxtakarlıqdan başqa heç bir şey bilmirsiniz. Dövlət qətnamalarını icra eləmirsiniz, vətəndaşın cibinə göz düşürsünüz. Dövlətə demək olar ki, xəyanət edirsiniz, bundan utanın. Əvvəl axı ədalət təcəlli eləyəcək, onda hara qaçacaqsınız, nə inəyəcəksiniz? Mən bunu icra elətdirəcəm, gec-tez.
Azərbaycandan olsun, xaricdən olsun, dövlət kanallarından, xaricdən axır səsimi cənab prezidentə çatdıracağım. Burada müraciət edirik, çatmır. Burada boğa bilərsiniz. Biz xarici kanallardan axır gedib bir yerdən səsimi çatdıracağım Azərbaycan Respublikasının prezidentinə. Bu gün biz yaxınlaşa bilmərik. Bu gün biz məktub verə bilmərik. Bu gün bizim məktublarımızı boğa bilərsiniz. Cənab prezidentə yazdığımızı, Mehriban xanıma yazdığımızı boğa bilərsiniz. Çünki başqa qalan kimdir? Ədliyyə Naziridir, 10 dəfə qəbullarında olmuşam. Ombudsmanda qəbulunda olmuşam. Baş prokurorda qəbulunda olmuşam. Daxili İşlər Naziri qəbulunda olmuşam. Ekologiya Naziridir, 9 dəfə, 10 dəfə qəbulunda olmuşam. Və qəbulunda olmadığım bir insan mənə deyin ki, mən gedim onun qəbulunda olum. Bir dənə cənab prezidentin köməkçilərinin hamısının qəbulunda olmuşam. Bir dənə cənab prezidentin qəbulunda olmamışam. Bir də Mehriban xanımın. Bu, ona yazdığımız məktublar da çatmır. Boğurlar dövlət qurumları. Əvvəl-axır axır bir ölkədən biz səsimizi çatdıracağıq biz buna. Axır bu məhkəmə qətnamlarını izin eləyəcəm. O qədər acizsiz, vətəndaşın nəmlakinə göz düşürsünüz.